Salam. Çoxdandır ki Avropadan yolunu gözlədiyim bu məhsul axır ki Azərbaycana gətirildi. Tembel. Tembel. Bəli, bu məhsul haqqında çoxdan idi ki maraqlanırdım. Çox təəssüflər olsun ki Azərbaycanda satışı yox idi. Ayşama, bu çok qəliz məsələdir. Bu meyvə tərəvəz doğrayan Molinex avtomat maşınıdır. Hansı ki 5 növdə sizin üçün saniyələr içində bütün tərəvəzlərinizi doğrayıb hazır edəcək. Maşın Avropada istehsal olunur, dəqiq desək Fransa istehsalıdır. Demə bu günləri Fransız ki qalışdığın yerinə ərəb ki qalışdıq itəliyib. Yığılması, açılması, yuyulması çox rahatdır, hər şey nəzərə alınır. İndi mən sizə doğrama hissələrinin 5 növünü də göstərəcəm. Bu sarı hissəsi kartof fri üçün nəzərdə tutulub. Gördüyünüz kimi 3 kartofu cəmi 30 saniyədə doğradı. Bu isə kub şəklində doğrayan hissədir. Hansı ki bizə salatlarımıza, şorbalarımıza çox tez-tez istifadə olunur. Hətta çoxunduru elə doğradı ki mən şoka düşdüm. Həqiqətən də gördüyünüz kimi heç bir güc tətbiq etmədən özü saniyələr içində çoxunduru hazır etdi. Sizi bilmirəm, amma bu gözdən də mən dəhşət çox istifadə edirəm. Kök salatına, Holland pendirini süzgəcdən keçirtməyə çox lazım olur mənə. Nazik-nazik dilimlər xoşlayanlar üçün də bu gözün xüsusi yeri var. Hətta bu gözdə soğan doğramağı da yoxladım. Çünki ən çox aş üçün belə soğan doğramaq tez-tez lazım olur. Görün nə qəşəng nazik-nazik doğradı. İndi isə keçirəm almaya. Rozmarin, çırhacır, Kanada. Almanı da bu gözündən edəcəm. Görürsüz necə rahat açılır, taxılır, bağlanır. Yəni belə. Sizi inandırıram ki, bu sürtkəci mən bəlkə də bir 5-6 ay olar ki alıb atmışam. Cəmi bircə dəfə kartuşka frini yoxlamaq istədim. Alındıra bilmədim. Yəni heç cür alındıra bilmədim. Zəif bir plasmas olduğuna görə kartofa da biraz güc tətbiq edən kimi hiss edirsən ki, bu saat qırılacaq əlində. Ona görə də saxlayıram. Bu yox. Bundan əvvəl də bir neçə sürtkəclər almışam. Hansını almışam, alıb atmışam. Yəni istifadə edə bilməmişəm. Bu aparat isə əsl mən deyən oldu. Bunu çoxdan izləyirdim. Araşdıranda mənə dedilər ki, bunu yalnız Avropadan sifariş vermək lazımdır. Bu da mənim üçün çox çətin gəlir. Amma bunu Azərbaycanda görəndə çox sevindim və düşünmədən əldə etdim. Xüsusən də yemək bişirməyi sevən xanımlarımıza tövsiyə edirəm.